hər birinizi salamlayıram. Cənubun Səsinin Cənubları Tanıyaq rubrikasının bugünkü qonağı əslən Lerik rayonundan olan həkim, yazıcı, bizim dəyərli dostumuz, xeyriyyətçi Təyyar müəllim Yəhəyev. Təyyar müəllim, sizi salamlayıram. Dəvətimizi qəbul etdiyiniz, gəldiyiniz üçün sizə təşəkkür edirəm. Çox sağ olun. İnanıram ki, tam səmimi müsahibəmiz olacaq və qısa bir sizə Cənubun Səsi haqqında araş vermək istəyirəm. Cənubun Səsi bildiyiniz kimi 5 illik fəaliyyətdədir. 5 illik fəaliyyəti dövründə bir çox cənublular haqqında fotoreportajlar, məqalələr dərc etmişdir, sənədli filmlər çəkmişdir və bu günlərdə çox sevindirici haldır ki, hamı tərəfindən sevilən Təyyar müəllimimizin qonağımızdır. Təbii ki, mən bunun şahidi olmuşam. Yaxın müddətdə mən sizinlə bağlı bir məqalə dərc etmişdim və həmin məqaləni paylaşdıqdan sonra gördüm ki, həqiqətən Təyyar müəllimi çox sevirlər və istəyərdim ki, elə bundan başlayaq. Birinci növbədə istəyərdim izləyicilərimizə özünüzü təqdim edəsiniz və daha sonra özünüz haqqında məlumat verirsiniz. Buyurun Təyyar müəllim. Çox sağ olun, təşəkkür edirəm. Cənubun Səsinə də uğurlar arzu edirəm. İnşallah gələcəkdə daha da böyük uğurlara əl atasınız. Mən Yəhəyev Təyyar Kazımoğlu, Lerik rayonunun Axunehran kəndində anadan olmuşam 1976-cı ildə. İbtidai məktəbi elə öz kəndimizdə Axunehran kənd İbtidai məktəbində oxumuşam. Sonra təhsilimi Babaküçə kənd orta məktəbində davam etmişəm və 11-ci sinif isə Lerik rayon şəhər 1 nömrəli, qəsəbə 1 nömrəli orta məktəbdə davam etdirmişəm. Və 94-98-ci illərdə hərbi xidmətdə olmuşam, həqiqi hərbi xidmətdə olmuşam. 2000-2005-ci illərdə deməli Azərbaycan Tibb Universitetinin Stomatologiya Fakültəsində təhsilimi davam etdirmişəm. İxtisasım həkim stomatoloqdur və eyni zamanda paralel olaraq mətbuatla elə o vaxtdan çox maraqlanırdım. Hal-hazırda da Yazıçılar Birliyinin üzvüyəm. Həm də Jurnalistlər Birliyinin üzvüyəm. Jurnalistlər Birliyində bəli üzvüyəm. Həm də yazıçılıqla məşğul olursunuz. Hal-hazırda mən bildiyim qədər 14 kitabın müəllifisiniz. Bəli. Hansı illərdə bu yaradıcılıqlarla məşğul oldunuz? Hal-hazırda yaradıcılığa davam edirsiniz? Bəli, yaradıcılığa davam edirəm. Birinci kitabım elə həyatla bağlı imtahan adlı bir kitabı yazdım. Ondan sonra bizim bu 44 günlük zəfərlə başa çatan müharibəmiz başladı və orada mən şəhidlər tarixin istiqlal türbəsidir, unutmadıq, unutmarıq. Daha sonra antiterror əməliyyatı ilə bağlı 19 sentyabr antiterror əməliyyatı kitabını yazdım. Və deməli 2023-cü il o antiterror əməliyyatından sonra artıq Azərbaycanın suverenliyi tamamilə bərpa olundu. Və eyni zamanda bizim prezidentimiz İlham Əliyev cənablarının da 20 illik fəaliyyəti oktyabr ayının 15-i tamam olurdu. Və mən Möhtəşəm 20 il kitabını yazdım. Və o Möhtəşəm 20 il kitabında 2003-cü ildən deməli 2023-cü ilə qədər olan bütün fəaliyyətlər qeyd olunub. Hal-hazırda da bəli, fəaliyyəti davam etdirilir. Zəfərə gedən yol kitabı haqqında da qısa məlumat verim sizə. Deməli, Veri Əliyabad kəndində xüsusi təyinatlarının zabiti, tabor komandiri Zaur Rəhimov haqqında yazmışam. Bilirsiniz ki, Zaur Rəhimovun həm deməli birinci Kəlbəcər istiqamətində, ondan sonraki
həm Şuşa istiqamətində Ağoğlan, keçmiş Hadrut deyirik, Ağoğlan istiqamətində çox böyük xidmətləri olmuşdur və prezidentimiz tərəfindən Zəfər ordeni ilə təltif olunmuşdur. Ona görə də mən də Zəfərə gedən yol kitabı birbaşa Zaur Rahimovun hərbi xidməti ilə, onun xidmətləri ilə bağlıdır. Hal-hazırda onun 3-cü cildi üzərində bəli işləyirəm. Çox gözəl, mən arzulayıram. Təyyarələr 1994-98-ci illərə nəzər salaq biraz döyüş bölgəsinə, orada rayonlarda sizin fəaliyyətiniz olur. O illərdən biraz danışın. Bəli. Həqiqətən də 94-98-ci illər çox acınacaqlı bir vəziyyət olub. Yəni o dövrü yaşayanlar bilir. Azərbaycan təzə müstəqillik əldə etmiş bir Azərbaycan idi və hələ ordu tamamilə formalaşmamışdı. Müasir silahlar yox idi və biz ermənilərlə yox, biz orada böyük bir imperiya ilə mübarizə aparırdıq. Rus imperiyası ilə. Və orada döyüşən hər bir əskər Azərbaycanın milli qəhrəmanıdır. Mən onları o cür təsəvvür edirəm. Çünki siz özünüz təsəvvür edin ki, o dövrdə nə hərbi sursat cəhətdən təmin olunurdu əskərlər, nə yemək cəhətdən təmin oluna bilirdi, nə də geyim cəhətdən. Çünki bilirsiniz ki, müstəqillik təzə qazanılan bir ölkə, büdcəsi sıfırdan başlayan bir ölkə. Siz özünüz təsəvvür edə bilərsiniz onu. Yəni hansı bir vəziyyət olub. Və elə bir vəziyyət olub ki, şəhid olan əskərin silahını digər əskər götürüb irəli gedirdi. Yəni hətta belə deyək, ən kiçik silah belə deyək də döyüş vaxtı avtomat heç onun da çatışmazlığı var idi döyüş bölgəsində. Və bəli, biz böyük bir imperiya, Rus imperiyasına qarşı mübarizə apardıq. Döyüş yolumuz birinci Tərtər-Ağdərə istiqamətində başladı. Amma 94-95-ci il və 95-ci ildə biz deməli Xocavənd-Füzuli istiqamətində döyüş yolumuz oradan başladı. Və bir məlumatı verim sizə ki, keçmiş Dağlıq Qarabağ Muxtar Respublikası adlanan ərazi, hansı ki 4000 kvadrat kilometrlik bir ərazi olub, Sovet vaxtı həmən hissəyə muxtariyyət verilib. Ermənilər tək o 4000 kvadratı yox, bilirsiniz ki 17000 kvadrat kilometrə, yəni təxminən bir 20% ərazini işğal etmişdilər. Və yeganə iki mövqe var idi ki, o iki mövqe keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının tərkibində olub, yəni keçmişə aid olub və həmin iki mövqe bizdə idi o dövrdə. Bir, Tərtər istiqamətində, çünki orada deməli Şəhriyar kənd deyirlər, keçmiş Maruşavan kəndi. O bizim nəzarətimizdə idi, hansı ki o Dağlıq Qarabağ Muxtar Respublikasının tərkibində olub. Bir də ki, Xocavənd istiqamətində, bu Şişqaya, Şiştəpə, Üçtəpə bu istiqamətlər Xocavənd rayonuna məxsusdur. Və ermənilər də heç vaxt bunu qəbul etmək istəmirdilər. Ona görə də hətta baxmayaraq 95-ci ildə atəşkəs dövrü idi. O atəşkəs dövrünə baxmayaraq bu iki cəbhədə həmişə döyüş gedib. Yəni heç vaxt atəşkəs olmayıb. Və mən onu faktlarla da sübut edə bilərəm ki, öz əskər yoldaşlarımdan şəhidlər vermişik və bu ermənilərə də layiqli cavab vermişik. Məsələn, 95-ci ildə mənim Qədiri adlı bir əskər yoldaşım şəhid olub və 96-cı ildə ermənilər kəşfiyyata keçmişdi. Həmən o biz orada o istiqamətdə 4 dənə yüksəklik var, bilməlisiniz. Biz Şişqaya, Şiştəpə, Üçtəpə, bir də bizdə olan yeganə yüksəklik 341-342 adsız yüksəklikləridir. Qalan həmən 3 dənə yüksəklik ermənilərdə idi. Və ermənilər çalışırdı ki, axırıncı o yüksəkliyi də bizdən alsın və əgər biz o yüksəkliyi əldən versəydik, artıq deməli Ağcabədi və Beyləqan rayonları da təhlükə altında olur. Onların da işğalı reallaşırdı. Və orada bizim komandir batalyonumuz Masallı rayonundan Natiq Yəhyayev. Buradan onu salamlayıram. Həqiqətən də çox belə iradəli, çox öz işini layiqincə bilən, hərbi texnikanı, hərbi sirləri mənimsəyən bir komandir idi. Onun rəhbərliyi altında biz həmən o 341-342 yüksəkliyini heç vaxt ermənilərə vermədik, axıra qədər də. Ona görə də ermənilər hər gün demək olar ki, kəşfiyyat hərəkətlərini yerinə yetirirdilər və o
növbəti kəşfiyyat hücumlarını yerinə yetirərkən 96-cı il avqust ayının 6-sında mənim daha bir əskər yoldaşım yardımından olan Xudiv deməli İqbal şəhid oldu. O hücumun qarşısını alarkən. Buna baxmayaraq onlar daima öz təxribatçı əməllərini yerinə yetirdilər. Daha bir müddət sonra onlar yenidən kəşfiyyat daha bir tağımla daha belə deyək də 27 nəfərdən ibarət bir tağımla bir mayor, bir gizir olmaq şərti ilə, hansı ki o mayor Rusiyada təlim keçmiş Rus kadrı olub da belə deyək. Onlar bizim eyni zamanda Xocavənd istiqamətində Kuropatkino deyilən bir ərazi var. O istiqamətdən hücuma keçmişdilər gecə saatlarında. Biz orada da bəli bir deməli manga komandiri şəhid oldu bizdən. Bir sivyazist deyirik də. O yaralandı. Amma buna baxmayaraq biz oradan gələn 27 nəfərin hamısı o leş şəklində o şikayənin qabağında o dərədə qaldı. Yəni bütün bunlara baxmayaraq biz heç vaxt imkan vermədik ki, ermənilər həmin ərazidə bir addım belə irəli gəlsinlər. Və ondan sonra da hərbi xidməti başa vurandan sonra mən gəldim təzədən yenə onsuz da mən məqsədim Tibb Universitetinə daxil olmaq idi və bir müddət hazırlaşandan sonra sənəd verdim. Universitetin biologiya fakültəsinə daxil oldum müəllim deyə. Amma mən fikrim tibb olduğu üçün daha bir il hazırlaşdım və 2000-ci ildə mən Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə daxil oldum. 2005-2006-cı illərdə deməli həmin fakültəni həkim stomatoloq, terapevt stomatoloq ixtisası üzrə bitirdim. Və ondan sonraki fəaliyyətim bəli deməli xeyriyyətçilik fəaliyyətimi olub və bir şey də nəzərinizə çatdırım ki, mən elə o dövrdən şəhidlərimiz haqqında sənədli filmlərin çəkilməsi bu işlərlə də mütəmadi məşğul olurduq və buradan daha bir qardaşımız Orxan Əli qardaşımız, onu salamlayıram, Mübarizm studiyasının köməkliyi ilə biz 20-yə yaxın şəhidlər haqqında sənədli film çəkmişik. Və ən ucqar yerlərdə, hansı ki o qapılar demək olar ki, çox az kimlərsə tərəfindən belə deyək, gedib maraqlanırdılar o şəhid ailələrindən. Biz gedib onları tapıb, onlar haqqında sənədli filmlər çəkirdik. Çox gözəl. Həqiqətən bu günləri bizim xalqımız qalib xalqdır. Siz biraz müharibə illərindən danışdınız, keçmişə qayıtdınız. Vətən müharibəsi dövründə də mən davam məlumata görə siz xeyirli işlərlə çox məşğul olmuşsunuz. Buradan cəbhəyə çoxlu yardımlar təşkil etmişsiniz və öz kəndinizdəki həm şəhidlərlə, həm qazilərlə tez-tez maraqlanırsınız və xeyriyyətçilik mövzularına gələndə biz cəmiyyət kimi deyil, şəxsi xeyriyyə işləri ilə məşğul olursunuz və bilirəm ki, bunu gündəmə gətirməyi sevmirsiniz və istəyirlər reklamı edilir. Ona görə istəyirəm ki, bu mövzuda ən azı bizə biraz danışırsınız. Siz bu fəaliyyət bizim bir vətəndaşlıq borcumuzdur. 2020-ci il sentyabrın 27-sində başlayan və Azərbaycanın zəfəri ilə başa çatan bu müharibə bütün xalqın gücü ilə, yəni hər bir Azərbaycanlının orada belə deyək əməyi var. Amma biz 90-cı illərlə 2020-ci ili müqayisə edəndə fərq nədir? Fərq nədə idi? Bax, o vaxtı biz ermənilərlə yox, belə deyək də Rus imperiyası ilə müharibə aparırdıq. Amma 2020-ci ildə Azərbaycan diplomatiyası həm iqtisadiyyatda çox güclənmiş bir Azərbaycan vardı, müasir silahlarla silahlanmış bir Azərbaycan vardı. Həm də biz deməli diplomatiya sahəsində çox böyük uğur əldə etmişdik. Və siz fikir verin ki, bəli, cəbhədə əskərlər döyüşürdü. Amma bizim Azərbaycan prezidenti İlham Əliyev cənabları bütün dünya ilə diplomatiya savaşını aparırdı. O 44 gün ərzində, yəqin siz də bir jurnalist kimi izləmişsiniz, bütün dünya ilə, bütün dünya ölkələri ilə belə deyək,
bir diplomatik mübarizə apardı və bu diplomatik mübarizədən də həmişə qalib çıxırdı. Ona görə də həm də burada bir vəhdət var idi. Bir yumruq kimi hamısı birləşmişdi. Xalqla hakimiyyət arasında bir vəhdət yarandı. Və xalq hakimiyyət birliyi artıq imkan verdi ki, biz bu qələbəni əldə edək. Çox gözəl. Təbii ki, xalq ordu ilə, hakimiyyətlə birlikdə olanda biz 44 günə böyük zəfər əldə etdik. Təbii ki, bu zəfərə görə biz Ali Baş Komandanımıza və şəhidlərimizə, qazilərimizə görə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və ölkə rəhbərinin təbii ki, apardığı siyasətin, diplomatiyanın nəticəsində bizim 30 ildən çoxdur ki, işğaldan altında olan torpaqlarımız artıq işğaldan azad olunub. Tam Azərbaycanıq. Təbii ki, buna görə çox sevinirik. Bu günləri müstəqil bir Azərbaycan vətəndaşı kimi mən də, siz də çox gözəldir ki, biz müstəqil insanlarıq və müstəqil fəaliyyət göstərə bilirik. Və mən Azərbaycanı heç bir bölgələrə bölməyərək, təbii ki, bizim heç bir siyasi işlərlə işimiz yoxdur və sadəcə Cənub bölgəsini təmsil etdiyim üçün və media portalımızın adı Cənubun Səsidir və mən istəyərdim ki, Təyyar müəllim biraz Azərbaycan gənclərinə xüsusən də tibb sahəsində çalışan və hal-hazırda tələbəçilik həyatı ilə məşğul olan bizim gənclərimizə biraz öz tövsiyələrindən versin. O gənclik illərindəki, tələbəlik illərinizdəki biraz çətinliklərdən, təbii ki, mən bilirəm siz çox çətinliklərlə bu yerə gəlibsiniz və istəyərdim ki, bu barədə biraz danışasınız ki, onlara da biraz həm motivasiya olsun, həm də esnafet olsun. Çünki bu esnafet belədir ki, siz bunu ötürürsünüz və sizdən sonra gələnlər bunu davam etdirirlər. Yəni, bu cür verilişlər, vətənpərvərlik mövzusunda olan verilişlər əlbəttə ki, gələcək gənclərin yetişməsində böyük rol oynayır. Mən həmişə bir misal çəkirəm, deyirəm ki, bax, biz qələbənin əsasını 90-cı illərdə qoyduq. Demək, 90-cı illərdə. Sonra yetişən gənclər o 90-cı illərdə döyüşən əskərlərə baxıb, onların fəaliyyətini izlədilər və o cür vətənpərvər əskər kimi yetişə bildilər. Fikir verin ki, deməli, bir dənə şəhidlərimizin hamısı gülə-gülə. Onların sifətində bir nur, sanki onlar hamısı şəhid olduğunu bilirdilər. Hamı gülə-gülə şəhid olmağa getdi. Allah onların məkanlarını cənnət eləsin, qazilərimizə Allah şəfa versin. Bu məktəbdir. Əlbəttə ki, mən keçdiyim yollar çətin olsa istəmirəm indiki gənclər o cür çətin yollar keçsin və Allahın köməkliyi ilə inanıram ki, Azərbaycan bu qədər iqtisadi cəhətdən güclənir və gələcək gənclərimiz bu cür çətinlikləri görməyəcək və gələcəkdə Azərbaycana müharibə etməyə bir ölkələr də cəsarət etməyəcək, o qədər güclənəcək. Və amma buna baxmayaraq əlbəttə ki, bu mərdlik, mübarizlik, vətən sevgisi daima aşılanmalıdır gənclərə. Daima aşılanmalıdır. Bayaq bir söz dediniz, bölgələr söz. Mən ümumiyyətlə tək Cənub bölgəsində yox, mən şəhid ailələrinə demək olar ki, Azərbaycanın bütün istiqamətlərinə getmişəm. Yəni həm şimal, həm deyək biz o Balakən, Zaqatala istiqamətində, Quba istiqamətində, sonra bizim Cənub bölgələrində demək olar ki, bütün rayonlarında olmuşam, şəhid ailələrindən görüşmüşəm. Siz bütün şəhid ailələrində yalnız mən hamısından elə bil ki, o şəhid ailələrin hamısı bir ailədir. Necə ki, o şəhidlər hamısı elə bil ki, bir adam şəhid olub, nurlu sifət, eyni cür döyüşə gedir. O şəhid ailələrindən də söhbət edəndə elə bilirsin ki, elə həmişə bir ailəyə gedirsən. O qədər. Bu da nəyin nəticəsidir? Bu, o aşılanmış vətənpərvərliyinin nəticəsidir. Və həmən valideynlər o vətənpərvərliyi öz uşaqlarına aşılamışdı. Çox gözəl. Təəmmən ailə üzvlərinizdən, övladlarınızdan sizin fəaliyyətinizi davam etdirən və yaxud tibb sahəsinə, necə deyərlər, yönələn bir
övladınız varmı? Siz biraz bu müəyyən səbəblərə görə həm özünüz dediniz ki, çox çətinliklər görmüsünüz. Ona görə də bir qədər biz ailə gec qurmuşuq. Uşaqlar hələ orta məktəbdə oxuyur, böyük uşaq 8-ci sinifdə oxuyur. İnşallah bəli, gələcəkdə onlar tibb sahəsinə yönəltmə fikirləri var. Çox gözəl. Və sonda istəyərdim ki, Təyyar müəllim son olaraq, bir cənublu olaraq, bir lirikli olaraq, bir Azərbaycanlı olaraq, son olaraq Təyyar müəllim cənublulara nə demək istəyir? Bizim bir vətənimiz var, o da Azərbaycandır. Hamımız bir yumruq kimi necə ki birləşmişik, bundan sonra da birləşməliyik. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü bizim üçün prioritet bir məsələ olmalıdır. Tək mən bunu, tək cənublulara yox, bütün bölgələrə bunu eyni arzu edirəm. Qoy bizim Azərbaycanımız çiçəklənsin, böyüsün. Biz dünyada necə ki inkişaf etməkdə olan ölkəyik və biz o gün olsun ki, inkişaf etmiş ölkələr səviyyəsinə qədər qalxaq. Və Təyyar müəllim, sizə mən Cənublu Səsinin kollektiv adından dərin təşəkkürümü bildirirəm. Diqqətinizə görə çox sağ olun deyirəm, dəvətinizi qəbul etdiniz. Bu günləri bizim üçün də xoşdur ki, bizim Cənub bölgəsinin tanınan simaları Respublikanın bir çox rayonlarında və şəhərdə həm xeyriyyəçi işlərlə məşğul olurlar, həm bizləri təmsil edirlər, Respublikamızı təmsil edirlər və bu gün bu bizim üçün çox qürur vericidir. Və mən sizə öz səmimi təşəkkürümü bildirirəm. Çox sağ olasınız və dəyərli dostlar, bugünkü qonağımız həkim, yazıcı, bir çox kitabların müəllifi olan Təyyar müəllim idi. Diqqətinizə görə hər birinizə təşəkkür. Və icazə versəniz bircə dənə oraya əlavə eləyəcəm. Təkcə Azərbaycanın bölgələrində yox, demək olar ki, bütün dünyaya səpələnib. Və mən bu zəfərlə başa çatan o 44 günlük müharibədə mən özüm şahidi oldum ki, onlar dünyanın hər yerində, hansı yerində yaşamasından asılı olmayaraq hamısı öz yardımını, öz köməkliyini əsirgəmədilər. Onların hamısı bəli, onların hamısına deməli təşəkkürə layiq olan insanlardır. Hər birinə öz təşəkkürümüzü bildirin. Dəyərli tamaşaçılar, sonda mən öz təşəkkürlərimi bildirmək istəyirəm. Bu günləri Masallı rayonunun Asan Xidmətdə həyətində fəaliyyət göstərən Cinema Time kino klubu var və burada bizə göstərdiyi, çəkilişdə göstərdiyi xidmətlərə görə və bu gözəl otaqlara görə mən oranın rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkürümüzü bildirirəm. Siz də Masallı rayonunda Asan Xidmətinin həyətində yerləşən Cinema Time-a gələ bilərsiniz və burada müxtəlif Kareko klub otaqları, kafesi, gözəl əyləncə mərkəzi və kino klubu fəaliyyət göstərir. Uzaq getmək lazım deyil. Masallı rayonunda artıq bu çox gözəl bir peşəkar səviyyədə, peşəkar komanda ilə fəaliyyətdə və xidmətinizdədir.